Ya bu nədir? Mələk bu, sən istəyirsən zat vermə. Aha, bu nədir? Bunu balam alır, qız balam. Elinin bacısı. İstədin deyəsən qadalarını al. Aha, Allah qoymaz, düzdür. Aha. Sən bayaq nə istəyirdin? Ya mücib deyib dua eləmək istəyirdin. Niyə? Laləzara görə istəyirdim, onu bağışlasın Allah. Nə? Yaxşı olsun, yaxşı olsun. Müheymin deyə bilərsən. Ya müheymin, Celle Celaluhu, ya Gafur. Olmaz sevinç. Müheymini buna görə deyə bilərsən. Ya müheymin, Celle Celaluhu. Niyə olmaz? Laləzarın müheymin sözünün Allahın adının mənası o ki, qoruyan. Aha. Mücib nədir? Dua edəndə duaya, yəni ki, mən dua edərəmsə, nə? Olmaz. O. Onu lalə verirsən. Təmizdən al. Sonra niyə olmaz verirsən? Çünki bir ayə var, deyil. Allah o buyurur ki, müşriklərə, pis adamlara, yəni Allaha qarşı çıxanlara, aycaq, dua eləmək qadağandır. Olmaz. Olmaz. İndi mənə, ki, deyər, yeri yığışdırsın da, istəyirəm yığışdır. Bax, mən dualar edəndə, deyil, məsəl üçün, dua edəndə insan Allahın Əsma-i Hüsnadakı adları ilə, bayaq dedim bir ikisinin adları ilə dua eləməlidir. Ya Allah da deyərlər, amma ya Allah, ya Allah. Amma ya mücib, Celle Celaluhu deyirsən, amma əvvəllər həmişə deyirdin, nə? Məsələn, deyirdim, müheymin sözünün adı, Allahın adının daha doğrusu mənası odur ki, Allahın qoruyan. Mən deyirdim ki, ya müheymin, Celle Celaluhu, balamı qoru deyirdim. İndi kimə deyərsən? Raul, Saranı, balaları, günahsızlar. Allahın günahkar bəndələrinə dua eləmək olmaz. Məsəl üçün, onu deyəndə ya müheymin, Celle Celaluhu, sonra deyirdim, Allahın duankəsi qoru. Amma əslində, Allah, ya müheymin deyib çağırmanla mənasını da bilirsən səcə. Elə, yəni ki, ya Allah, dağılını demək lazım deyil. Ya müheymin, Celle Celaluhu. Demiş, ölsələr belə bunlar, şəhid olsalar belə, qorunurlar, düzdür bir dəqiqə. Yoxsa, qorunurlar. Şükür Allah, güllərinin ikisi ayaq altında deyil. Ancaq tapdalamaq istəyən çox. Birinci laf hənası onları. Bəzək eləmək üzrədir. Allah qorusun. Gəlməyin, gəlməyəcəklər. Nə dedim sənə indi? Dedim çək. Çəkirəm hələ. Düz deyirsən. Bax, yorğan döşəyim. Səhər-səhərdə durmuşsan süt namazına. Deməli, yorğan döşək istədim, yığışdırım. Sən nə dedin mələ? Dedim ki, lazım deyil, düzdür. Bu nədir burada? Dedim, lazım deyil mələ. Niyə? Dedim, çünki git çayı deyil, sonra bir də yadıma düşürdü. Yəni, ona görə nəyi bildirmək istəməsən? Çox istəyirəm ki, məsələn, bəzi ailələrdə var ki, qadının yerindən durdu, o dəqiqə yığmadısa, təhqir olunur, tənqid olunur. Əslində, bax, sən burada milyon dənə qonaq olar, birincini eləməlisən, yer laf belə qalsın. Gözüm çayını üçün, çayım soğuyur. Nə olacaq ki, belə qalanır? Çaydan sonra yığışdırıram da, sözüm. Nələ? Yaxşı, deyənə sözün var, qısadır. Elə hansısa kişiyə, qaynana elə narahat olursa əgər ki, yığışdırılmır yer o dəqiqə, niyə birinci yığışdırılmadı, belə elə, onda elə özü götürsün, yığışdırsın da elə narahat. Gəlməndən əl çəksin. Gəlmiş uşağa baxır, evə baxır. Sən indi nəyə baxsın? Çay içməyə qaç. Yeməyə davam elə. İnşallah, bismillahirrahmanirrahim. Deyirəm ki, mənə, 112 nömrə var, telefonda.
dəhşətli məxluqlardır, fövqəladə, hə? Hələ indiyə qədər mən 2010-dan burada məsələn, 2010-da vurmamışsan, axır ki, yəni sonradan sonra artıq fövqəladəyə vururdum, fövqəladə işçidə ki, 102-də, məsələn, indiyə qədər 2010-dan bura fövqəladədə telefonu götürən bir normal nəfəs görünəm, şeytanlar yığıncadır, ay sağ ol, Allahın şahidliyi ilə deyirəm, sonra amma 102-də 2010-dan bura bir 8-9 dənə, 7 dənə adam yəni normal olub. Nədən işlənəmsən? Mən pisliyimi istəməyəm. Nədən? Nəfəslər titriyirdi. Elə bir sözü ilə deyəndə birində nə düşür? Bir üzə vermişdi öz həyəcanı. Kim idi o qız? Nə deyirdi? Dedi ki, sən dedin, ona dedi. Xanım, görürsünüzsə. Nəsə, sanki az qarda ağlasın ki, mənim başıma oyunu atırlar. Özü götürən kimi dedi, mən heç nə demədim. Bir dənə nə dedin? Dedim, mənim qızım üçün, özüm üçün qış vaxtıdır, qış girəndə 6-7 dənə retuz almışdım. Bildirdim ki, onu götürüblər səhərsi günü. Yerinə atamın razmerindən də böyük nə qoymuşlar? Geçə belə retuz qoymuşlar. O kişi üçünsə, o heç elə satıcıda elə şey görməmişim. Amma arası, belə yox, yəni ki, necə, yəni bundan tünd olan belə xeylə yer yanıq cümlələr. Nəysə yanıq deyək, köynə şey qoyublar dedim. Dedim, sən əsərləşir deyəndə o da nə dedi? Bayaq dediyim ki, nə dedi? Xanım görürsün. Yemək yeyə danışıb durma. Müsəlman necə olmalıdır? Müsəlman sağ yaxşı olmalıdır. Onda ye. Mən bir də 18-ci bölmədə zəng elədiyində 2010-dan bura bircə nəfər normal adam görmüşəm. Mənim neydi o? Bir də bir-iki nəfər olub sərcə. Yəni, amma ki, zəng elədiyində, getdiyimdə yox. Telefonu qaldıran oğlan nə dedi, onu da deyir, çoxdan oldu. Mən dedim, mən niyə ağlaya-ağlaya deyirdim ki, mən niyə belə edirlər? Erməni tutsunlar da o cinayətkardır, mən niyə belə edirlər? Bu, dedi ki, dedi, bacım görürsən də, dedi, necə, yəni ki, ya dur, bacım dedi, yəni nəsə, yəni görürsən də, neyinlər, sonra nə dedi? Allah dedi, onların cəzasını verəcək. Onun da səsi sanki ağlayır. İç. Deməyə çalış, amma işlörsün. Onu deyirəm ki, bunu qoyu verəcək. Yəni ki, bu pis videolar çəkirlər. O videolarda, seks videoları, həvəsləndirmişlər kimsə olur. Bu gün hələ o bir həyatınızda da normal ailəni təhrik eləmişlər. Çox pis uşaq qız nəsə eləmişdi, nəsə sonra çox şeylər olmuşdu. Ad çəkmək və sən hər şeyi podrobnu danışma. Sonra məsələ ondadır ki, Layla o videolara baxırdı. Mən hətta Ziyafət xalıya dedim ki, belə şeyə baxır. O dedi ki, ay sən bütün qızlar baxırdı, hamıya maraqlıdır. Əslində lazım deyil sonra. Elə şeyə baxmaq olmaz. Çünki haramdır, aysa. Nur surəsi 30, Nur surəsi 31. Sonra bu üstürsüz deyil, materialı kişi cinsiyyət nəysə ki, elə olur, dəyişir üzünü. Layla həvəsi bilmək ki, nəsə ərə getdi və 3 günlüyünə qayıtmaq istəyirdi. İlk o gün hələ onda görməmişdi axı. Onda elə onlara nifrət edirdi. Nə? Bir ay gəldəyə girməmişdi. Murad nə demişdi? Demişdi, mebel gəlsin sonra. Nəsə sonra nə oldu? Sonra da Layla elə əvvəldən müəlliməli səhv gəlmişdə mən boşum ayılıb ki, bura nəyə gəlib? Yəni ərə getməyə həvəsli idi. Murad başı batmış. Onun nəysə gedib Muradı hiss edib. Hələ ilk dəfə Murad üzünü açmasa da
pis sifətlərini göstərməsi də. Və nə olub? Və 3 gündən, elə getdiyi gündən peşman olub, 3-cü gündən əslində deyib, sənə yox. Sonra o da elə ki, sonra gəldəyə girəndən sonra onda da dalbada istəyib ki, qaçsın evində, nə istəyib boşansın. Nənə də heç cürə qoymuyor, həmişə deyir ki, də çox da sifətlərini Lalə deyir, necə deyir. Axır ki, və sənə də kim alar filan. Kim alar yox, əslində ona baxmayacaqdınız, ona görə. Sən demişdin ki, sən baxmayın. Qayıtsan demişdin, baxmayacaqsın sənə. Niyə? Çünki problem artacaqdı da. İkinci, üçüncü murada rast gələcək. Sonra sonra Lalə deyir ki, əvvəl elə bilirmişim, boşun kişi cinsiyyət ucu, ya da adi şeymiş ki, nəysə, yəni videolar çəkirlər, qızların çoxuna görə bərzəxt olur. Bu da ki, bunu nə istəyərsən? Burada nədir? Burada Laləzar cizdən ürəklə almışdı. Nə idi bunun üçün? Bir də bunu jaketimi istəyərəm, ona qismət olsun. Niyə? Yaxşı bir adama, babası jaketdir, amma ki, niyə istəyərsən? Onun rənginə, nəysə, rənginə düşən deyək sonra. Sən də düşür, özün deyək. Bunun içində olanı istəyirəm, amma olmaz. Ürəklə almışsan, qoy bu Laləyə qismət olsun. Ona görə yox ki, o layiqdir buna. Əslində nəyə görə? Ona görə ki, məsəl üçün, əgər o sağ qalsa, o kvartiran, yaxud, kvartiran buraxsa evə, onunla dolanır, belə bu adam. O zaman hara qoyursan denə, bax, bura qoyun, o zaman o şey olacaq, gedib ala bilməyəcək də, niyə həm uşaqlıdır, aysa o, gedib, nədir burada, divan örtü, istəyirdin kasıba verəsən, yox, vermə, qoy bura, burada Laləyə aid olan şeylər də, sumkada, kulokda, Laləzara, Cevka, bəli. Sən sual verin, cavab ver. Tualetdə suyu niyə basmırsan? Nəcisi basırsan, o biriləri çalışırsan. Basıram arası, niyə ağırlığından basıram? Axır ki, sidiyə niyə basmırsan suyu? Ay mələk, Qənd deyirlər yerə düşəndə gözünün qənd kimi ağara. Əslində qənd yerə düşəndə heç nə olmur. Yaxşı, atma. Sonra, amma ki, valla o su, birən su dünyada bu dəqiqə ən difsit deyirlər və tükənir su dünyada. Neçə faiz qalıb? 2,5 yazmışlar. Məncə o çox danıcı idi. 1,5 neçə yazılmışdı bir araşdırmada. Dünyada şirin su çox az qalıb. Onu da yazmışlar ki, %69'u, 1,5 neçə, axır ki, buzlaqlar nələrdir? Yerdə qalan da çox az qalıb da şirin su. Ona görə basmamağa çalışın. Çünki ən böyük günah eləmiş olarım. Paylaş bunu.